Yaradılış 24-cü fəsil. İshak və Rivqa. İbrahim qocalıb yaşa dolmuşdu. Rəbb hər şeydə ona xeyir-dua vermişdi. Bir gün İbrahim evində bütün işləri idarə edən qulbaşıya dedi: "Əlini budumun altına qoyub göyün və yerin Allah'a Rəbbin adına mənə and iç ki, oğluma aralarında yaşadığım Kənanlıların qızlarından arvad almayacaqsan. Amma mənim ölkəmə, qohumlarımın yanına gedib, oğlum İshak üçün arvad alacaqsan." Nökər ona dedi: "Bəlkə qız mənlə birgə bu ölkəyə gəlməyə razı olmadı. Onda oğlunu sənin çıxdığın ölkəyə aparım mı?" İbrahim ona dedi: "Bax, oğlumu oraya aparma. Məni atamın evindən və doğulduğum torpaqdan çıxaran, mənlə danışan və and içərək bu torpağı sənin nəslinə verəcəyəm deyən göylərin Allah'a Rəbb öz mələyini sənin önündə göndərəcək. Sən oradan oğlumu arvad alıb gətirəcəksən. Əgər o qadın sənlə gəlmək istəməsə, sən bu anddan azad olursan. Amma mənim oğlumu oraya aparma." Nökər əlini ağası İbrahimin budu altına qoyub, bu işə görə ona and içdi. Nökər ağasından 10 dəvə və ən yaxşı hədiyyələr götürüb getdi və Aram Naharaimə, Nahor şəhərinə gəldi. Axşam qadınlar su çəkmək üçün çıxdıqları zaman onun dəvələri şəhərin kənarında olan su quyusunun yanında dayandı. Sonra dua elədi: "Ya Rəbb, ağam İbrahimin Allahı, yalvarıram, bugün işimi avand elə və ağam İbrahimə xeyirxahlıq göstər. Mən bu bulağın yanında dururam. Şəhər sakinlərinin qızları su çəkmək üçün buraya gəlirlər. Qoy elə olsun ki, mənim xahiş eləyirəm səhəngini endir su içim deyəcəyim və mənə özün də iç və dəvələrinə də verim söyləyəcək qız qulun İshak üçün təyin elədiyin arvad olsun. Bundan bilərəm ki, ağama xeyirxahlıq eləyirsən." O duasını bitirməmişdi ki, İbrahimin qardaşı Nahorun arvadı Milkadan doğulan oğlu Betüelin qızı Rivqa çiynində səhəng gəldi. Qız görünüşcə çox gözəl idi və hələ bakirə idi. O bulağa indi və səhəngini doldurub yuxarı qalxdı. Nökər onun qabağına qaçıb dedi: "Xahiş edirəm, səhəngindən mənə biraz su ver içim." Qız dedi: "Ağam, buyur iç." Qız tez səhəngini əl üstünə indirdi və ona su verdi. Ona su verəndən sonra dedi: "Dəvələrin içində su çəkim, içib doysunlar." Qız tez səhəngini təknəyə boşaltdı. Su çəkmək üçün cəld quyunun yanına qaçdı və nökərin bütün dəvələri üçün su çəkdi. Bu adam sakit duraraq diqqətlə qıza baxırdı ki, Rəbbin onun yoluna xeyir-dua verib vermədiyini bilsin. Dəvələr su içi qurtaranda o adam çəkisi bir beqa olan qızıl burun sırğası, qızın qolları üçün çəkisi 10 şekel olan 2 bilərzi götürüb dedi: "Mənə də görüm sən kimin qızısan. Atanın evində bizə gecə qalmaq üçün yer tapılarmı?" Qız ona dedi: "Mən Milkanın Nahora doğduğu Betüelin qızıyam." Yenə dedi: "Bizdə saman da, yem də çoxdur və gecələməyə yer də var." O adam əyilib Rəbbə səcdə elədi. Sonra dedi: "Ağam İbrahimin Allah'a Rəbbə alqış olsun ki, xeyirxahlığını və sədaqətini ağamdan əsirgəmədi. Rəbb məni birbaş ağamın qardaşının evinə gətirdi." Qız qaçıb anasının evində bu barədə danışdı. Rivqanın bir qardaşı var idi, adı Lavan idi. Lavan çıxıb o adamın yanına, bulağa qaçdı. O, bacısının burun halqasını və qollarındakı bilərziyi görəndə, bacısı Rivqanın "Bu adam mənlə belə danışdı" sözlərini eşidəndə o adamın yanına gəldi. O, bulaq başında dəvələrin yanında dayanmışdı. Lavan dedi: "Ey Rəbbin xeyir-dua verdiyi adam, içəri gir. Ne üçün barda durursan? Mən sənə otaq və dəvələrinə yer hazırlamışam." O adam evə girdi. Lavan dəvələrin yükünü boşaltdı. Onlara saman və yem verdi. O adama və onunla birgə olanlara ayaqlarını yumaq üçün su verdi. Onların qabağına yemək gətirildi. Amma həmin adam dedi: "Məqsədimi söyləməyincə yeməyəcəm." Lavan dedi: "Söylə." O dedi: "Mən İbrahimin nökəriyəm. Rəbb ağama çoxlu xeyir-dua verdi, onu varlandırdı. Ona qoyun, keçi, mal-qara, qızıl, gümüş, qullar, qarabaşlar, dəvələr və eşşəklər verdi. Ağamın arvadı Sara da qoca ikən ağama bir oğul doğdu. Ağam özünə məxsus olan hər şey ona verdi. Sonra da məni and içdirərək dedi:
Ölkələrində yaşadığım Kənanlıların qızlarından oğluma arvad alma. Amma atamın evinə, qohumlarımın yanına gedib oradan oğluma bir arvad al. Mən ağama dedim, bəlkə o qadın mənlə gəlmədi. O mənə dedi, önündə davrandığım Rəbb səndən öz mələyini göndərəcək. Yolun uğurlu olacaq. Qohumlarımın arasından, atamın evindən oğluma bir arvad alacaqsan. Qohumlarımın yanına getdiyin zaman içdiyin antdan azad olacaqsan. Əgər o qızı sənə verməsələr, içdiyin antdan azad olacaqsan. Mən də bu gün bulağın yanına gəlib dua elədim. Ey ağam İbrahimin Allah'a Rəbb, yalvarıram, getdiyim yolu aç. İndi mən bulağın yanında dururam, su çəkməyə gələn və mənim ona xahiş edirəm, mənə səhəngindən biraz su ver içim deyəcəyim. Onun da mənə, sən də iç dəvələrinə də gedib su çəkim, söyləyəcək qız, ağamın oğlu üçün Rəbbin təyin elədiyi arvad olsun. Mən ürəyimdə dua eləməyi qurtarmamışdım ki, Rivqa səhəngi çiynində gəldi və bulağı enib su çəkdi. Ona dedim, xahiş edirəm mənə su ver. O tez səhəngini çiynindən endirib dedi, sən iç, gedim dəvələrinə də su verim. Mən içdim, o isə dəvələrə su verdi. Ondan soruşdum, sən kimin qızısan? O dedi, Milkanın Naxora doğduğu Betuelin qızıyam. Mən də onun burnuna halqa və qollarına bilərziklər taxdım. Sonra əyilib Rəbbə səcdə elədim. Ağamın qardaşı qızını oğlunu almaq üçün məni birbaş buraya gətirən ağam İbrahimin Allah'a Rəbbə şükür elədim. İndi mənə deyin görüm, siz ağama xeyirxahlıq və sədaqət göstərmək istəyirsiniz ya yox? Bunu mənə bildirin ki, mən də neyniyəcəyimi bilim. Lavan və Betuel ona belə cavab verdilər. Bu iş Rəbdən oldu. Sənə nə yaxşı, nə də pis söz deyə bilərik. Bax, Rivqa qarşındadır. Onu götürüb get və qoy o Rəbbin söylədiyi kimi ağanın oğluna arvad olsun. İbrahimin nökəri onların sözlərini eşidəndə yerə qapanıb Rəbbə səcdə elədi. Nökər qızıl gümüş şeylər və paltarlar çıxarıb Rivqaya verdi. Onun qardaşına və anasına da qiymətli şeylər bağışladı. Özü və onunla birgə olan adamlar yeyib içdilər və orada gecələdilər. Səhər qalxanda nökər dedi, məni ağamın yanına göndərin. Qızın qardaşının anası dedilər, qoy qız bizimlə heç olmasa 10 gün qalsın, sonra gedər. Nökər onlara dedi, indi ki Rəbb mənə yol açdı, məni gecikdirməyin, buraxın ağamın yanına gedim. Onlar dedilər, qoy qızı çağırıb öz dilindən işidək. Rivqanı çağırıb ona dedilər, bu adamla gedirsənmi? O da gedirəm dedi. Onlar bacıları Rivqanı, onun dayəsini, İbrahimin nökərini və onunla olan adamları yola saldılar. Rivqaya xeyir dua verib dedilər, ey bacımız, minlərlə, 10 minlərlə övlada ana olasan. Qoy nəslin yağların yurduna sahib olsun. Rivqa və qulluqçuları qalxıb dəvələrə mindilər və o adamla birgə getdilər. Beləliklə, nökər Rivqanı götürüb getdi. İshak Beer-Laxay-Roy yolu ilə gəldi, çünki o Negev torpağında yaşayırdı. Axşam düşəndə İshak bir qədər düşünmək üçün çöllüyə getdi. O başını qaldırıb baxanda gördü ki, dəvələr gəlir. Rivqa da başını qaldırıb İshakı görəndə dəvədən düşdü. O nökərdən soruşdu, bizi qarşılamaq üçün çöllüyə gələn bu adam kimdir? Nökər, ağamdır, dedi. Rivqa rübəndini üzünə çəkib örtündü. Nökər baş vermiş bütün işlər barədə İshaka danışdı. İshak Rivqanı anası Saranın yaşadığı çadıra apardı və Rivqa onun arvadı oldu. İshak onu sevdi və anasının ölümündən sonra onunla təsəlli tapdı.